Qardaşım, səndə var idi bagajda lapatkalar. Onları götür də. Məhəmməd, Hə. gəlin baxın bura. Bura deyildi ki. Buraydı da, qazlıqdır da. Burada əməli başlı yer alsın. Elvin. 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 Sənlə gördüyüm uşaq bizdən siqaret istədi Məhəmmədlə burada. Biz bu meyidi dəf eləyəndə. Hanı bu meyid? Ne demək istəyirsən? Göstər görüm hanı. Başa düşməsən nə deməksən? Mən qazıq çıxartmışam burada. Qardaşım, yoxdur da. Səhv salmışıq o, gömüzdən qazlıq əməli başı yoxdur. Bu ora bastırmışdıq da biz. Mən sənə demirəm sən çıxardımsan. Məndən necə şübhələnə bilərsən? Mən səndən şübhələnmirəm. Amma o adamı tapmaq lazımdır. Sənin əlaqən, necə əlaqən var onunla? O məndən kömək istəmişdi, yenə deyirəm atasına görə. Atasının ödəm kağızına görə. Amma taparam nömrəsi var məndə. O adam mənə sırotsun sabah tapırsan. Bu dəqiqə bura qazılıqdır, uşaq yoxdur. Meyit yoxdur ortalıqda, başa düşdün? Da burada gözləməyək. Deyil, saat 12-dir, cəmaat var. Şübhələndirməyiz. Davay, dağıl işinə getdiyim, davay. Gedək gör, Senur müəllim nəyə zəng elib bizə? Nədir qara? Ha? Nədir ay qara? Nə olur? Ha, moşa? Nədir ay moşa? Ay, üzümə bozarma. Otur aşağı. Hey, otur aşağı. Nədir, nə istəsin? Hə? Nədir? Nədir? Dur yağa, dur. Dur yağa, dur. Hop. Ay, sağ ol. İti də özü kimi deyil, sadiqdir, sadiq. Senur. Ay Selno. Selno. Ha. Yemək vaxtıdır qaqa. Gəl, keç otur, gəl keç otur. Yaxşı vaxtda gəlmisən, gəl. Mənə zəng eləmisən ki, dur gəl, təcil işim var, tuta suda. Gəl. Bu nədir? Maraqlı söhbət var. Deyən bir koftan da Otur, çıxar. qız. Ha. Yemək ye. Nədir, danış gör nə məsələdir? Sən deyəsən. Ağlıma bir dənə ideya gəlib. Nəyə deyəsən? Dünən biz bir yerdə olanda görüşəndə çox həyəcanlı idi. Onu mən də gördüm, ha. Mən çağırdım ki, səni gəl bax. Biz orada dəfn eləmişdik, həmin yerdə olmayanda. Elvin sağa sola baxırdı, aşağı baxırdı, nə bilim, belə. Özün çox belə qəribə apardı. Mən gedirəm Elvindən görüşməyə. Sən də gəlsən Vüqarla görüşməyə. Sadəcə burada heç birinin xəbər olmalı deyil. Hə, sonra? Sonra heç nə. Yəni bilim, mənim haqqımda nəsə danış. Bir-birimizi ayağından vura. Hardasa. Görək nə çıxacaq ortaya. Amma mən hardasa 100% olmasa da bir 99% əminliyim var ki, yəni yanlış fikir deyiləm. Onu sən belə eləsən o. Yığ Elvinə, indi yığ. Mən də onun səsini eşitmək istəyirəm. Ya da mən lazım deyirəm, sən prosta yığ Elvinə, məlumat ver birbaşa. Denən ki, görüşək. Qısa konkret, tezdir. Nədir, nə məsələdir, nədirsə, tez qısa konkret. Aman acımışdım bu arada da. Önce kadar dolma. Salam Elvin, necəsən? Çox sağ ol. Var ol. Sən necəsən? Elvin, hardasan? Səninlə görüşmək istəyirəm, bir məsələ var onunla bağlı. Telefonluq məsələ deyil. İstəyirəm ki, üzbəüz görüşək. İşim var səninlə. Vaxtımı çox almayacağım, narahat olma. Yox, mənə heç nə olmuyor, qardaşım. Mənə nə olacaq ki, şükür Allaha. Heç bir problem yoxdur. Sadəcə olaraq sən prosto təklikdə ikimiz istəyirəm ki, görüşək. Bu oldu. Nə oldu? Ne oldu, ne dedi? Heç nə deyək, görüşək. Başka söhbət elədin ya? Yox da, heç nə eləmədi. Dedik gəl. Mən maraqlı. Sinə, yeməyimizi yeyək. Şu, sən ora, mən bura. Okey? Ben giderim, o da bir önemli işim. Alo. Salam Allah, salam. Buyur Əzim, buyur. Selmur bu aralar başı qarışıqdır, yəni onun elə olmağı normaldır Əzim. Yenə də bu günlər mən görüşməliyəm, çünki mənə zəng eləmişdi, indi elə ora gedirəm.
Yəni görüşüb yenə maraqlanıram görüm nə məsələdir. Çünki mənim də bu haqda heç bir məlumatım yoxdur. Oldu. Yaxşı, xəbər eləyərəm, yaxşı. Ay Seymur, ay Seymur. Yaxşı, qoy zəng eləyək buna görək hardadır. Görək hardadır bu Vüqar. Bir dənə zəmzəmizə çay. Çay. Alo, Hardasan qardaşım? buradayam mən. Hə, yaxşı. Səni gözləyirəm Elvin. 2 dəqiqə gəldim. Satdım. Hə, yaxşı, yaxşı. Buradayam, gəl. Bu niyə bu eləyir? Niyə götürmədi ki telefonu? Bir də təzə xasiyyət çıxdı səndə adı bu eləməyi Vüqar, hə? Nə var, nə yox? Sağ ol, sən özü vəziyyət. Şükür, Salamatçılıqdır. Keçirsən elə şeydə, elə şey söylə. Elə şeydə gedək. Keyfin halın necədir, salamatçılıq? Şükür, salamatçılıqda. Peki, yaxşı oldu. Sənin işləri necədir? Şükür, nəsə gözümə qəribə deyirsən, elə şükür. Nə olub sənə, niyə bir keyfsən? Doğrudan Seynur yaxşı yadıma düşür. Anla mənə zəng eləmişdi o gün. Deyir, Seynuru yığıram, zəng çatmır, nə məsələdir. Sən nə danışırsan? Güya bilmirsən ki, Elvin nə vəziyyətdəyik bu dəqiqə. Bir tərəfdən polis axtarışı, başımıza gələn oyunlardan xəbərim var da, yəqin ki, bir yerdəyik. Bilirəm, başa düşürəm. Bilirsən, özün nə cavab verəcəyini yaxşı bilirdin ki, sən bilirdin ki, nə cavab vermək lazımdır anlaya. Yəni, qardaşım, sən necə, yəni, mənim deməkdə məqsədim odur ki, Anna mənə zəng eləyib, Vəfa narahatdır, indi bilməm aralısa nə olur, nə olmayıb, o məsələləri mən qarışmıram. Sadəcə narahat olduqlarına görə səni axtarırlar, əlləri də bilən mənə çatdı, məni yığdılar. Mənim də borcum sənə deməkdir, yəni. Səs atdı, deyən görək. Salam Məhəmməd, nə tərsin, nə var, nə yox qaqa. Qaqa, mən sənlə görüşə bilməyəcəm, bilet almışam, bu axşam gedirəm xaricə. Dünən gecə olan söhbətdən sonra mən rahat qalmışam. Yəni, belə məsələlər mənim həyatım üçün deyil də. Bir müddət uzaqlarda olacam, burada, buralarda olmayacam, qardaşım. Əlaqə saxlayaraq da özümə yaxşı bax, uşaqlar da məndən salam deyərsin. Yəni, məni qatma belə məsələlərə. Nə danışır ha bu? Öpürəm, özümə yaxşı bax. Gedirəm nə də ola, bu nə hərəkətdir ki? Mən bu dəqiqə elə bir haldayam ki, yəni o mövzuya girmək istəmirəm. O qalsın sonra mən özüm lazım olan əlaqə saxlayaram. Mən səni bura çağırmaqda bir səbəb var. Yəni bilmək istəyirəm ki, burada ikimizik, burada heç kim yoxdur. Yəni məndən nəyisə gizlədirsənsə, denən ki, Seynur, səndən bu şeyi gizlədirəm. Çünki mən də istəmirəm ki, sabahsı günü hər hansısa bir şeylər səndən eşidim, qıraqdan çatsın mənə. Onda mən səni bağışlamayacam. Başa düşdüm, əzim, mən sənə nə gizlədə bilərəm? Səni tam mən fikri çatmadı mənə, bir dənə açıq-aşkar danışıyorum. Bax, belə bir şey deyim sənə. Biz o gecəsi, o uşağı biz dəfn eləyəndə, Məhəmmədlə ikimiz olduq orada. Biz dəfindən sonra oradan bir başqa birisi yaxınlaşdı, siqaret istədi, nə falan. Yəni, mən bilmirdim ki, o kimdir, tanımıram. İlk sonrası biz görüşdük bir yerdə. Vüqar mənə zəng eləmişdi ki, Elvinlə bir yerdəyəm, dur gəl bura, bizim məhəllədə oturanda. Restorana çatanda gördüm səni həyatda həmən oğlanla. Yəni, sən mənim dostumsan. O adamı mən tanımıram, bilmirəm kimdir. Amma o insanı görmüşəm mən orada, biz bastıranda, Məhəmmədlə ikimiz dəfn eləyəndə uşağı, mən o adamı görmüşəm orada. Ona görə də mənə xoş gəlmədi ki, Elvin, sənin ondan nə əlaqən ola bilərdi? Niyə mən bugünkü günə qədər tanımadım ki, elə bir insanla sənin əlaqən var, neysə işlə bağlı? Bunu elədiyi hərəkətə bax, dostluğa yaraşan hərəkətdə bu, bizi baş-başa qoyur burada, çıxır gedir. Neyinəcək bu? Vüqar oraya, onsuz da bir işə yaramır, deyil mi Vüqar? Onsuz da bir işə yaramırdı. Nə elədiyi hərəkətə bax. Bir dəqiqə qazanaya bana gözlə. Telefon söndürür kişinin oğlu.
Yaxşı. Heç nə. Mən biləm nə edəcəm. Belə də konkret bir söz demək istəyirəm ki, mən biraz şübhələnirəm səndən, şübhəm var, açıq deyirəm. Yəni, nə Sən bilim, keçən necə qəbul səfərdə bu edirsən, söhbəti biz yəni elədik səninlə, keçən səfərdə söhbət elədik səninlə. Yəni sən də bilirsən, bunu bütün uşaqlar bilir ki, mənim əlim hər yana çatır. Yəni azdan çoxdan hamınız bilirsiniz. O insan da sadəcə mənə müraciət edir ki, anamın ölüm kağızını ala bilmirəm. kimin? Anasının ölüm kağızında. Sən görürsən nə olub? Necə anasının? Anasının da qardaşım, anasının ölüm kağızı. Sən bunu niyə təkrarladırsan mənə dalbadal? Elvin, biz keçən səfər oturanda sən mənə dedin ki, o uşaq gəldi, o uşağın atasının ölüm kağızı. Bu atası necə anası oldu? Atasının ölüm kağızı, sən insan da çaşdırırsan, sən qardaşım, ana, ata, yəni ölüm kağızı. Neyse Elvin. Özünə yaxşı bax, mən şübhəm hardasa doğrultmuş. Neyse, sağ ol. Sağ ol sən Elvin. Mənim düşündüklərim məni yanıltmayıb. Görəm nə işlər çevirir bu mənim üçün. Belə şey olar. Sən belə səhvi necə buraxırsan? Ata hara, ana hara, bu nə səhvdir buraxırsan? Ata deməkdən durub ana demişəm. Bismillah olsun. Neyniyəcəm, nə olacaq o iş? Neysə görək neynirik. Alo. Məhəmməd, sən neynədin? Düşündüyümüz yanıltmadı bizi. Görüşdün sən Vüqarla? Necə yəni ki? Gəlmədi Vüqar. Necə səs atdı, başa düşmür. Neyse, gəl görüşək sorusunu. Gəl görüşək, mövzu deyəcəm sənə. Mən Elvindən çox şübhələnirəm. Elvin ağzından aşıbqa buraxdı, mən də onu tutdum. Hə qardaşım, danış görək nə oldu söhbətin axırı. Elvin sənə nə dedi ümumiyyətlə? Limonu yeyim, danışacağım. Limon yemək vaxtıdır qaqa. Biz nə hayda, sən nə hayda, polis bir tərəfdən. Kino səni. Danış görək, hə. Öldüyüm şeydir. Hə. Heç nə, getdim, danışdığımız kimi. Görüşdüm Elvinlə, Elvin gəldi. Mövzunu açdım. Yəni bizimki qurduğumuz oyun var idi, onu danışdım. Elvin orada şıpqa buraxdı. Nə şıpqası? Elvinlə söhbət elədim. Axırda bütün mövzunu söhbət edəndən sonra şübhələndim. Dedim, səndən şübhələnirəm. Dedi ki, məndən necə şübhələnə bilərsən? Nə bilim, bu haqda biraz söhbət elədi, özünü biraz doğruya çəkdi. Ki, bu oyunda bunun əli yoxdur. Elə, yəni, özünün düşüncəsində elə ifadə verdi. Bu, o vaxtı görüşəndə o uşaq teması var idi ki, mən səninlə danışmışdım, uşaq məsələsi. Hə də, hə. O uşaq məsələsindən danışanda bu demişdi ki, o uşağın atasının ölüm kağızına görə. Elə bizim yanımızda dedi də. Burada da söhbət oldu. O dedi ki, anasının ölüm kağızı zat falan belə bir şeylər elədi. Mən buna sual verdim ki, Elvin necə atası idi bəs? Necə anası oldu? Bilin. Hədə anası nesən, atasın nesən də məni deyir, çaşdırırsan. Bu insanda şübhəni yaradır. Yox. Mən ona şübhələndim. Oradan nəsə burada bir oyun var. İnşallah ki, üstə açılacaq onu. Üstə açılacaq. Vüqarın xəbərini orada dedim də sənə. Vüqarın atdığı səsə bax. Vüqarın atdığı səsə bax, sən canım. Vüqarın atdığı səsə bax, sən canım. Qulaq as buna. Tamam Məhəmməd, nə tərsinə var, nə yoxdur.
Qaqa, mən səninlə görüşə bilməyəcəm. Bilet almışam, baxışam, gedirəm xaricə. Dünən gecə olan söhbətdən sonra mən narahat qalmışam. Yəni belə məsələlər mənim həyatım üçün deyil. Bir müddət uzaqlarda olasam, buralarda olmayacam qardaşım. Əlaqə saxlayaraq da özünə yaxşı bax, uşaqlar da məndən salam deyərsən. Yəni məni qatma belə məsələlərə, yaxşı ürək. Öpürəm, özünə yaxşı bax. Bu da dostluq. Hə, ay sağ ol. Bax bu da dostluq. İndi neyniyək? Nə fikrin var sənin? Neynəmə fikrin var? Yaxşı yadıma düşmüşkən, gözlə sən bir dənə məsələ danışım. Kənan məsələsi var idi qardaşım. Kənan kimdir? Kənan sənə belə deyim də, köhnədən sivazımız var, pro sən tanımırsan onu. Belə bəzi məsələlərdə sağ olsun köməklik eləyir də mənə. Sənin o maşın məsələn var idi rayondakı. Sənin adamlarından olar, sənin o tanıdığın ortaq Bildim də, amma mən azı bizim məsələlərimizi həll eləyir də. Sənin bu maşın məsələn qalmışdı ya Şəmkirdə, Anurgildə. O maşını oradan götürən Kənandır. Sağ olsun, yəni həll eləyibdi. Necə maşını götürən mənim maşınım? Sən mənə demədin ki, mən burdayam falan bəsmişəm. Sonra dedin ki, mənim maşınım qalıb evdə falan. Həmin onların evində qaçıb gəlmişdin axı. O maşını oradan sağ olsun Kənan həll eləyib çıxartdırıb da, gedib fırladıb gətirib. Başa düşdün? İndi Kənan mənə zəng eləmişdi. Keçən dəfə dedi ki, qaqa mən vəziyyətə pisdir, mənə sıxışdırıblar falan. Əlbəyağa girmişdi az qala məndən. Mən də qaldım belə pis vəziyyətdə. Dedim ki, ona söz çıxartdım orada. İndi mən sənə güvənib hərəkət elədim. Dedim ki, qaqa, Anur sığışdırıb. hə də deyirəm ki, Anur kimsə sənin əsgər yoldaşındır. Prosta kimsə böyük vəzifəli adam deyərim. İndi qulaq as, mən də sənə güvənib demişəm ki, biz özümüz vəziyyətdən çıxmışıq, sən ona deyəcəm həll eləyəcəyik. Onu necə həll eləyək? Anur temasını mən özüm həll eləyəcəm. Mənim ortaq dostlarım var. Nə ortaq dostu? Kimi deyirsən sən? O vaxt mənə danışdın haqq hesabdaş adamlar. Hə, həmən adamlar. Sənə demişdim axı vaxtda. Anur mənə qarşı böyük bir hörmətsizlik elədi. Mənlə çin-çinə oturan oğlan, dostum, qardaşım deyən oğlan, xidməti bir yerdə, qardaşlıq elədiyimiz bir oğlan mənə qarşı böyük hörmətsizlik elədi. Çünki mən onun uşağını öldürməmişəm.